Avropadan salamlar, velosevərlərə salamlar. Velosiped. Deməli, mənim belə bir velosipedim var. Bunu da tezə almışam. Ölçüm nədir bu? Burada 2 nəfərlik oturmağa yer. Amma mən hal-hazırda bazarlıqdan gəlirəm. Rahat velosiped yolu var, maşın yolu var. O tərəfdə də bir dənə mənim velosipedim kimi uşaq. Uşağını aparır birisi. Baxın dostlar, görün necə sakitlikdir. Bunların çəpərlərinə baxın. Bu evin yoxdur 1,5 milyon avro qiyməti var. Burası Strasburqda, Avropanın paytaxtı. Və beləliklə dostlar, bu çəpər niyə bu boydadır? Bunlar qorxmurlar da, belə çıxır ki, kimsə atlanar, bunların həyətinə, evinə girər, oğurluğa. Baxın dostlar, belə Avropada həyat maraqlıdır. Avropada yaşamaq çox maraqlıdır həqiqətən də. Həm rahatdır, həm də havayıdır. Çünki dostlar, burada insana insan kimi qiymət verirlər. İnsanın işinə, əməyinə qiymət verirlər. Baxın evlərə dostlar, çəpərlərə, sakitliyə, təmizliyə. Bugün 6-cı gündür. Bugün 6-cı gündür, may ayıdır. Səhv eləmirəm 8-idir, 9-udur. Baxın dostlar, bax, bura Fransadır. Görün necə təmiz, necə rahat. Evlərə baxın, çəpərlərə baxın. Bu qaydada dostlar. Gül, çiçək, sakit. Bura kənd deyil, bura şəhərin mərkəzidir. Mərkəzinə 10 dəqiqə, 15 dəqiqə yeriyərək yoldur. Baxın. Evlərə, çəpərlərə. Görün bu insanlar nə qədər də güvən içində yaşayırlar ki. Bu 100% gəlmədi. Bu hündürlüyündə çəpər tikibsə, ya bu türkdür, ya bu kürddir, ya bu afrikanlıdır. Başım ac ölkənin vətəndaşıdır. Bir sözlə. Baxın dostlar. Görün necə səliqəli. Bir də ona nəzər yetirin ki, Kitay avtomobili yoxdur burada. Toyota görünür, Redki. Çox nadir hallarda Prius aradan bir görsən. Amma bu Fransanın olduğuna görə Fransanın da öz istehsalı var. Peugeot'dur, Renault'dur, Citroen'dir. Dediyim kimi, bura kənd deyil, bura şəhərin mərkəzinə 10 dəqiqə uzaq olan yerdir. Yeriyərək 10-15 dəqiqə. Bu evlər niyə belədir? Çünki Avropada insanlar düşünür ki, 3-dən artıq, 3-cü mərtəbədən artıq yuxarıda yəni yaşamaq düzgün deyil. Həm hava şəraiti dəyişir, həm sıxlıq olanda nə parkovka yeri tapılır. Adam çox olur da bir sözlə, yer zəbt olunur çox. Ona görə baxın, hələ 2 mərtəbə, 3 mərtəbə evlər, maksimum 4 mərtəbə evlər. 30. Hünərin də var, 30-dan artıq sür maşını. 1 cərmə, 2 cərmə, 3 cərmə. Ondan sonra deyirlər ki, artıq gətir. Gətirsən, ver, burada stop var, mən də stop eləməliyəm, sonra keçməliyəm. Və burada velosiped qlavnudur, velosipedindir yol. Mənim dalımdakı 10 saatda belə geçsəm, 10 saatda dalımdan gələcək adam kimi sakit. Sakit, siqnal vermədən, söymədən, özün meymun yerinə qoymadan. Yəni dostlar, baxın. Gözlə, hamısına burada biz qaydaya əməl edirik. Sən Allah bu gözəlliyə baxın, bu sakitliyə baxın. Quşların səsinə, çəpərlərin çəpərlərin hündürlüyünə. Yəni dostlar, bu gördüyünüz ondan xəbər verir ki, burada yaşayış səviyyəsi yüksəkdir. Bu qədər yəni, baxın. Bir də mənim velosipedimin nəm var tepkisindən.
Yəni belə dostlar, mən hal-hazırda bazarlıq eləyib evə gedirəm. Dostlar, mənim maşınım var. Özü də necə kefin istəyən. 2017-ci ilin Citroeni var. Bu hər dəfə deyirəm. Amma burada daha çox güllərin gözəlliyinə baxın. Amma burada daha çox insanlar velosipede üstünlük verir. Və 30'dur, 40'dır, 50'dir. Dostlar, burada heç kimi yolda, şəhərdə maşın vurub öldürmür. Heç bir maşın çəpərə çırpılmır, duvara çırpılmır, nə bilim, gəlib işıq dirəyinə girmir. Qanun, qayda 50, 50, 30, 50. Çox sıx olan yerlərdə 30'dur. Az olan yerlərdə isə 50'dir. Bax, bu da belə parklar var. Bütün rayonlarda. Bütün rayonlarda bax, belə park var. Yəni, rayon dediyim şəhərin içində məhəllələrdə. Hər kəs üçün, uşaq üçün və böyük üçün gəzib nəfəs almağa. Yoxsa bir dəqiqə bu bizdə olsaydı buranı kəsmişlər, doğramışlar, göydələnləri vurmuşlar bura. Burada belə şey yoxdur. Burada bir ağac 15 insandan bahalıdır. 15 insan, 20 insana bərabərdir, 20 alimə. Hələ belə insan yox ha, alim. Burada belə ağaca sən əl vura bilərsən, ağaca əl vursun sənin başa oyun qalmaz, gətirərlər, tutarlar. Burası Strasburgun stadionudur, futbol meydançası. Burada yarışlar olur tez-tez. Həndəvərimiz də hamısı idman futbol meydançalarıdır. Qapıları açıq. Yəni ürəyin istəyən vaxt gəl, gir, oyna. Heç kim də sənə heç nə deyən deyil. Bunlar insanlar üçündür. Yoxsa mənim uşaqlığımda bir də stadionumuz vardı, onu da keçər. Yarısında ot vardı, yarısında ot yox idi. Çox böyük, çox bir hissəsi sərt yer qatından ibarət idi. Yəni palçığın qurumuş halı. O stadiona da bizi minnətlə buraxırdılar oyun olandan olana. Amma indi mən uşaqlarımı götürüm rahat. Gəl, gir stadiona, uşaqlar nə qədər dəyir dəysin. Biz dəyirdik, dərimizin yarısı qalırdı asfaltın üstündə. Amma burada belə deyil. Burada hər şey insanlar üçün düşdü və insanlar firavan yaşayır. Çünki dövlət insanlara uşaq pulu verir. İşlədin, işləmədin. Uşağın öz pulu var, uşağın öz hissələri var. İşləmədindəki sənin özünə işsizlik pulu verir 500 euro. Ər-arvad 1000 euro alacaqsan. Əgər 3 uşağınız varsa 1700 avro pul verir dövlət. Yəni 1600, 1400 belə evdəki evin də 50%-nə